yeri var. Özü də bax belə stəkanda olanda daha çox olur da. Kimsə deməsin ki, bax Seymur, demə ki, uşaq vaxtı natiqlə bunun üstündə yəni mübahisə eləməmsiniz. Uşaqlar eləyir axı, sənin stəkanın böyüdür, mənə çox düşdü, mənə az düşdü. Ona görə də mən burada mənə çox düşsün deyə Samavar çayı bu stəkanda istədim ilkindən. İlkin, çox sağ ol, var ol. Mətbəxdə vəziyyət nə yerdədir, necədir? Bu ceri pomidorudur, elədir mi? Tərəvəzlər qızarıbdır. Masa orada sacda qızarır, tabakamız da burada. İkisi də ocaqdadır. Hə, baba, tabaka, gəl, göstər, tabakaya bax. Bax, ocaqda hazırlanır. Təbii üsulla. Ocaqda. Hə, də ocaqda, təbii olaraq. Ha, yox, mikrofonun harda? Sən mikrofon gətirməmişsən, amma sən bax belə, gəl bura, Bax, necə hazırlayırsan, necə gedir? Təbii üsulü, müəllim, təbii. Ocaqda hazırlanan çox farklı olur. Çox farklı olur. Ona görə biz çox vaxtı yeməkləri pişirəndə üstünü verir ki, ocaqda hazırlayır. Hə, ocaqda natiqin hazırladığı ləzzət təam yavaş-yavaş hazırlanır. Və orada belə deyək. Hə, gələ sacisi. Bu masadır da. Bəli. Elədir. Bəli, Sən quzunun yaxa qolu. mikrofonun var, danış. Masada qızının qolu, quyruqda artıq gördüyünüz kimi qoymuşuq. Birazdan da bunun böyrünü ceyri pomidorda bulacağım. Çox xoşum gəlir mənim masalardan. Bəli. Doğru görsün. Yanındaşlar quyruqdur da. Bəli. Xırda olanlar Bəli, quyruqdurlar. quyruqdur. Quyruq yağında pişir. Hə, elə quyruq yağında. Quyruq yağının özündə bişir. Əlavə yağ Yox, Vurma. ancaq quzunun öz quyruğunda. hazırlanır, özü də ocaqda samavar. Ləzzət eləyir, kənd həyat. Necə? İtmək də burada. O quzu bizə isbət elədi ona. O nə deməkdir? Quzun içməyidir, deyil. İrtmək bu qədim Yunan sözü olub, yoxsa nədir? Quyruğun ortası. Hə, quyruğun orta hissəsi. Quyruğun sümüklü hissəsi. Onu da mən xoşlayırdım. Yəni həmişə Sən də xoşlayırsan, biz də xoşlayırıq, tamaşaçılarımız da xoşlayır. Ən xoşladığımız Beyləqan ailəvi restoranında ləziz təamlarıdır ki, ünvan haradır? Neftçilər metro stansiyasından Başxanova gedən yol üstündədir. Gedəndə yanacaq doldurma məntəqəsindən böyrədir. Hə, düz yanındadır. Bəli, belə gözəl təbii yeməklər də yemək istəyənlərin yolunu gözləyirik. Dananın belindən şapalaq hazırlayırıq belə. Çox yeməklərimiz var da, quzunun öz yumuşaq tikələrini qovuruq. Yəni, kim nə istəsə hazırlayırıq biz. Bəli, bu dəqiqə mənim avtomobilim o şapalaqdan istəyir. Hə, mütləq o. Yəni, əsl şapalağı gedir. Sən telefon nömrəsini söylə. bizim restoranın əlaqə saxlamaq üçün zəng pulsuna rezerv etsin əvvəlcədən 070 221 10 13 nömrəsini əlaqə saxlasınlar. Zəng pulsunlar. Gəlsinlər, biz də xidmətindəyik. Seymur Ustayla, mən Mahmud Ustayla. Güləviz personalımız, güclü personalımız gələn müştərilərin xidmətindədir. Və öncə də Gəl yanıma, gəl bura, gəl, nə deyirsən, gəl. Gəl yaxına. ən əsası da nədir, Mikail bəy? Qiymət münasibdir. Ən cibinə uyğun Bəli, qiymət var. vallahi elə nizamlamışıq ki, qoy ürək açıq gəlsin hamı. Hər kəs gəlsin və samavar çayı da, meyvəsi də, mürəbbələri də, müxtəlif çeşidlərlə mürəbbələr, gilanar mürəbbəsi var, albalı var, Gilas. sonra nə var? Çiyələk, gilas mürəbbəsi. Albalı da, yoxsa hə, gilas ayrıdır. Zoğal da var. Zoğal da varımızdır. Soyuqlamamışıq ha. Amma sadəcə olaraq zoğalımız da var. Odur ki, üstün Beyləqan ailəvi restoranına Ahəng komandası. Mənə eşidirsiniz? Başlayın. Gəlirəm mən də.